Salam değerli izleyiciler, hər birinizi xoş gördük. Bu videoda sizlərə Felix Starın Kayıb Aydınlanma kitabından bəhs edəcəm. Gördüyünüz bu əlimdə olan kitabdan Felix Star Mərkəzi Asiyadan çıxmış, yəni İslam dünyasından çıxmış İslam, müsəlman alimlərinin elmə verdiyi qatıqlardan bəhs edir. Bu kitabın ana mövzularından bir neçəsi İslam filosoflarının elmlə bağlı işlədiyi əsərlər, elmə verdikləri töhfələr, İslam dünyasında qurulmuş kitabxanalar, elm mərkəzləri və ya rəsədxanalar, tibb mərkəzləri kimi mövzulardır. İlk öncə bunu qeyd edək ki, Star bu mövzuda əsər yazmış ilk insanlardan, ilk alimlərdən biri deyil. Daha öncə də İslam alimlərinin elmə verdiyi töhfələr, qatıqlarla bağlı bir çox alim, Amerikan alimi olsun, Qərb alimi olsun, Avropa alimi olsun, fərq eləmir, kitablar yazmışlar. Lakin Star mövzuda kitabını daha iri həcmli yazmış və daha da necə deyərlər, geniş şəkildə və dərindən araşdırma apararaq qeyd eləmişdi. Məsələn, onun kitabında biz bir çox İslam alimlərinin bir-biri arasında qeyd olunan məktublar, elmi müzakirələrinin ilk dəfə bu kitabda yayınlandığını görə bilərik. Kitabın mövzularından biri də Bağdadda qurulmuş Beytül Hikmə elm mərkəzi idi ki, bu elm mərkəzində bir çox araşdırmalar aparılırdı. Bağdadda qurulmuş bu mərkəzdə İslam alimləri astronomiya sahəsində, riyaziyyat sahəsində, fizika sahəsində və digər başqa dünyəvi elm sahələrində bir çox araşdırma apararaq qatkılar qazanmışlar. Əlbəttə ki, İslam alimlərinin elmə girişi ilk öncə belə olmamışdı. Star kitabında Yunan əsərlərinin ərəb dilinə tərcüməsindən qeyd edir. Yəni, bildiyiniz kimi, ilk dəfə fəlsəfi, astronomi və riyaziyyat sahəsində və digər elmi sahələrdə ilk əsərlərin yazılması Yunan alimlərinin sayəsində olmuşdu və ərəb dilində də bu əsərlər olmadığından İslam alimləri çətinlik çəkirdilər. Lakin xilafətin başqa bölgələrdən gətirdiyi insanlar, alimlər Yunan dilini bilirdilər və onlara ərəb dili öyrədilir. Sonradan isə o insanlar Yunan əsərləri ərəb dilinə çevirərək İslam alimlərinin o əsərləri ərəb dilində oxunmasına qazandırırlar. Beləliklə, İslam alimləri bu əsərləri ərəb dilində oxuyaraq bu sahələrdə müzakirələr eləməyə başlayırlar. Bu şəkildə davam edən tartışmada İslam alimləri bir çox əsərləri oxuyaraq, Yunan əsərlərini oxuyaraq bu mövzularda özləri kitab yazmağa başlayırlar. Bu işdə başlayanda ilk öncələr Xarəzmi, digər alimlər bu sahədə bir çox əsərlər oxuyurlar və sonradan bu mövzularda da özləri də bir elmi müzakirələr açırlar və özləri də kitablar yazmağa başlayırlar. Məsələn, bunlardan biri də İbn Sinadır. İbn Sina özü riyaziyyat, tibb və digər elm sahələrində çox inkişaf eləmiş bir alim idi və bu sahələrdə bir çox kitablar yazaraq yeni üfüqlər açmışdı. Əlbəttə, təkcə İbn Sina, Xarəzmi deyil, biz bu İslam alimlərinin, yəni Starın kitabında keçən İslam alimlərinin adlarını saysa və onların elədiyi elmə verdikləri töhfələri qeyd eləsək, bu videonun vaxtı çox uzun olar və İslam alimlərinin sayları da bu sahədə çoxdur. Onlar dünyəvi elmlərdə bir çox uğurlar qazanmışlar. Təbii ki, İslam alimləri təkcə dünyəvi elmlərdə deyildilər. Onlar həm də İslam elmlərində uğur qazanmış biriləri idi. Misal üçün, İbn Sina özü böyük İslam düşünür alim olub. Həm dünyəvi elmlərdə, həm İslami elmlərdə bu sahədə olub. Həm də Quranı 9 yaşında əzbərləyərək Quran hafizı olub. Bu dərəcə yəni İslam alimləri o zamanki dövrdə dünyəvi elmdən İslami elmlər birləşikdir. Yəni məscidlərdə, mədrəsələrdə ancaq Quran dərsləri və ya ərəb dili dərsi keçirilmirdi. Məscid və mədrəsə həm də riyaziyyat, kimya, astronomiya, digər elmlərin keçirildiyi bir mərkəz idi. Bu sahədə müsəlmanlar həm İslam elmlərini, həm də dünyəvi elmləri bilirlər. Lakin kitabın başlanğıcında da gördüyünüz kimi Əmir Teymura qədər olan bir üzqabında yazılıb. Əmir Teymurdan sonraki
dövrdə, yəni Teymurilər dövlətinin sonraki dövründə artıq müsəlmanlar elmdə zəifləməyə başlayırlar. Yəni 14-cü əsrə qədər artıq İslam dünyasında elm öz zirvəsini çatıb və o zirvədən sonra 14-cü əsrdə zəifləməyə başlayıb. Təbii ki, bu zəifləmənin də Star kitabında səbəblərini qeyd edir. Bunun ilk səbəblərindən biri də Monqol yürüşü idi. Monqolların yürüşləri İslam dünyasındakı elmi mərkəzləri yox edir. Monqollar Hülakülər dövləti Bağdada girəndə bir çox kitabxanaları, Beyt hükməni yandırırlar. Hətta deyirlər ki, Fərat çayı mürəkkəb boyası ilə dolmuşdu. Üzündə elə görsənirdi Fərat çayının artıq o qədər mürəkkəb ora tökülmüşdü ki, yəni o qədər çox Monqolların verdiyi zərərlər İslam dünyasında elmin yayılmasında yavaşladır və böyük bir təsir olur. Və sonradan artıq müsəlmanların elmdən biraz da uzaqlaşması görünür 14-cü əsrdə. Bu əsrdən sonra artıq müsəlmanların elmdə uzaqlaşması bir çox təsirləri olur. Onlardan biri də müsəlmanların artıq xurafatlara inanması olur. Yəni elmdən uzaqlaşaraq, dindən uzaqlaşaraq artıq İslam dünyasında biraz da xurafatlar ortaya çıxmış olur. Və indiki gəldiyimiz zamanda da artıq bir müsəlman öz Quranı, öz müqəddəs kitab olan Quranı belə oxuya bilmir. Bu hala gəlir. Lakin İslam dünyasında o qeyd etdiyimiz əsrlərə kimi nəinki müsəlman Quranı oxuya bilməsin, hətta digər qeyd etdiyimiz bir çox dünyəvi elmlərdə belə uğur qazanırdı. Sıravi bir müsəlman həm İslam elmlərini, həm də dünyəvi elmləri bilirdi. Lakin qeyd etdiyimiz kimi bir çox amillər oldu. Əsas amillərdən biri də Monqol yürüşü idi ki, İslam dünyasında elm zəifləyir və müsəlmanların arasında elmdən uzaqlaşma görülür və bir çox müsəlmanlarda da əfsuslar olsun ki, xurafat əməllər ortaya çıxır. Əlbəttə ki, Fredrik Starrın kitabı haqqında biz danışsaq, çox uzun olar video. Çünki çox qatqılı bir kitabdır və bu sahədə geniş yazılmış bir kitabdır. Çox maraqlı məsələlər qeyd olunur. Heç yerdə görmədiyiniz ilk mövzularla tanış ola bilərsiniz bu kitabda. Oxumağı sizə tövsiyə edirəm. Bu video bura qədər. Görüşmək ümidi ilə. Sağ olun.